Bugünə çox aktual bir mövzuya toxunmuşuq. Ümidvaram ki, sizə faydalı olacaq. Qidalanmanın özünün bir fəlsəfəsi var. Bu fəlsəfə nədir? Hansı misal üçün qidaları biz həyatımızdan çıxartmalıyıq? Bulaq suyunu içək və oradakı belə deyək də təamlardan dadaq. Bu düzdürmü? Xeyr, düz deyil. Yəni hərdən bilək ki, bu təbiidir, bu isə yanlışdır. Meyvə tərəvəzlərimiz bugünkü gün belə deyək də yeni dəyişilmiş meyvə tərəvəzlərdir. Biz xəmir xörəkləri yeyəni bəs birdən-birə bunu dayandırsaq nə olur? Bizi narahat edən xəmir deyil, bizi narahat edən undur. Amma əsas budur ki, mən burdan çox pul qazanım. Bugünkü gün biz deyirik ki, dönərçi, gələ bu 2 manat 50 qəpiyə mənə zəhər ver, mən ölüm. Özünüzə yaxşı baxın ki, üzünüz qaralmasın. Hər vaxtınız xeyir. Rəsulova ilə söhbətə xoş gəldiniz. Bugünə çox aktual bir mövzuya toxunmuşuq. Ümidvaram ki, sizə faydalı olacaq. Qonağım terapevt doktor Sevindik Arazovdur. Sizə çox faydalı bir məsləhətlərlə, mövzularla bura gəlib. Xoş gəlmisiniz doktor Sevindik. Çox təşəkkür Rəfə xanım. Dəvətiniz üçün dərin təşəkkürümü bildirirəm. Mən təşəkkür edirəm. Azərbaycanımız üçün, bizi dinləyən və izləyən tamaşaçılar üçün çox belə deyək də, çox yaxşı, belə də əvəzsiz bir iş görürsüz. Yəni maarifləndirmə, tibbi maarifləndirmə bugünkü gün bir son 30 ildə yaddan çıxmış bir ənənə idi. Siz buna yeni qayıtmısınız. Təşəkkür edirəm. Davam elətdirirsiniz. Bir daha öz təşəkkürümü bildirirəm, var olasınız. Doktor, vaxt itirmədən elə bundan başlayaq ki, bu bilirsiniz ki, bir çox xəstəliklərin elə ilk faktoru qidalanmaqdır. İnsanlar bu yaşayışın bolluq vaxtında necə qidalanmalıdır ki, bəzən onlar artıq bizi izləyən insanlar da bilirlər ki, bəs biz nə edək, nə yeyək ki, biz həkimə getməyək, biz xəstəlik tapmayaq. Necə qidalanmalıdırlar ki, ümumiyyətlə xəstələnməsinlər? Çox təşəkkür edirəm. Çox maraqlı, aktual və hər tərəfli bir cavab tələb edən bir sual verdiniz. Ümumiyyətlə qidalanmanın bir fəlsəfəsi var. Qidalanma elə bir prosesdir ki, biz anadan olandan həyatımızın sonunadək qidalanmalıyıq. Ana südüylə, ondan sonra uşaq vaxtında tez həzm olan bir vasitələrlə, ondan sonra daha çox vitaminli, minerallı, karbohidratlı, enerjili bir vasitələrlə, yaşımız artdıqca isə qocalığa doğru isə daha az kalori tələb eləməklə biz bu cür qidalanmalıyıq. Bizim böyüməmiz üçün, bizim yaşamamız üçün, bizim artıq çoxalmamız üçün, bizim fiziki və zehni işlə məşğul olmamız üçün qidalanma lazımdır. Amma bu qidalanma necə olmalıdır? Dediyim kimi, qidalanmanın özünün bir fəlsəfəsi var. Bu fəlsəfə nədir? Yəni qidalı vasitələrlə biz ancaq, məsəl üçün, ortalama bir insan bir günə 1900-2000 kilokalori enerji sərf eləyir. Bu enerjini sırf karbohidrat, zülal və yağdan alıram deyilən bir şey yoxdur. Məsələn, bir sıralamasını götürsək, biz qidalanmamızda bir pay zülal, bir pay yağ və 4 pay da karbohidrat olmalıdır. Çünki karbohidratlar dediyimiz kimi nişastadır, şəkərlər tez yanaraq çoxlu enerji verir və bizim belə deyək də, tez enerji alaraq həyatımızı təmin edir. Amma bu düzgün qidalanmadır. Xeyr, bu düzgün qidalanma deyil. Birincisi, qidalanmamız zərərsiz olmalıdır. Tərkibində bizə xəstəlik törədə bilən mikroorqanizmlər olmamalıdır. Hansı misal üçün qidaları biz həyatımızdan çıxartmalıyıq? Heç bir qidanı biz həyatımızdan çıxarmalı deyilik. Allah Taala nə yaradıbsa, hamını bizim üçün yaradıb. Amma biz onu nə dərəcədə, nə vaxt, nə miqdarda qəbul etməliyik? Amma elə qidalar var ki, bugün Allah Taala yaratmayan, yəni hibrid bu qidalar, hibrid hansısa qidaları mən sizə tam yaratmır. razıyam. Məsələn, mən bunu bir misal üçün demək istəyirəm ki, tutaq ki, biz ailəmizlə bir yerdə götürdük ailəmizi də təbiətin qoynuna dincəlməyə gedirik. Məsələn, Azərbaycanın dilbər güşələrindən birinə gedirik. Getdik, oturduq və gördük ki, hansısa bir bulağın başında oturmuşuq. Atamız, anamız, övladımıza, yaxınlarımıza məcburən və yaxud istəyərəkdən deyirik ki, bulaq suyunu içək və oradakı belə deyək də təamlardan dadaq. Bu düzdürmü? Xeyr, düz deyil. Xeyr. Nədən? Niyə görə? Birincisi, içdiyimiz su mənbəyini pasportlaşıbmı?
Pasportlaşmayıb. Yəni ki, onun belə deyək də hansısa bir dağın ətəyində bir bulaqdır, amma dağın başında isə malqara otarılır. Suxur suları gəlir və bizim orada belə də Abşeron yarımadası çünki Azərbaycan üçün həm dəbdə olan, həm də ki daha çox bizim rast gəldiyimiz Ləmlə dediyimiz yoluxma ehtimalı var. Bu bir. İkincisi, biz gedərkən yolun qırağında satılan meyvə və tərəvəzləri alırıq. Bu düzgündürmü? Xeyr, düzgün deyil. Nədən? Çünki yolun qırağında birincisi tozlanma var, adi bir tozlanma var. İkincisi isə avtomobillərin yandırdığı benzinin tərkibindəki ağır metallar o qidaların üstünə oturur. Bəs necə təmizləyək biz o almayaq, almamalıyıq. Yolun qırağında satılır. Sabunla da yutsaq o getməyəcək. Axar suyun altında, ilıq isti suyun altında, axar suyun altında yutsaq düz olar. Və yaxud da ki, suyu özümüzlə qablaşdırmış su aparmalıyıq. Getdik təbiətin qoynunda hansısa bulaqdan su içməyimiz Azərbaycan regionu üçün, Azərbaycan üçün düzgün deyil. Nəyə görə bizim içməli su mənbələrimiz pasportlaşmayıb, anlada bilirəm. Yəni ona görə biz balanslaşdırılmış, adekvat və rasional qidalanmalıyıq. Qidalarımızın tərkibində yağ da olmalıdır, karbohidrat da olmalıdır, zülal da olmalıdır. Doymuş və doymamış yağ turşuları da olmalıdır, yağlar olmalıdır. Yəni qəbul etdiyimiz yağların 1/3 doymamış olmalıdır. Yəni bitki yağı olmalıdır, doymamış yağlar olmalıdır. Anlada bilirəm? Anladım. Və karbohidratlar həddən artıq çox olmamalıdır. Bugünkü gün bəli, siz düz deyirsiniz. Əhali artıb. 8 milyardın üzərində əhali var. O boyda əhalini təbii qida ilə qidalandırmaq və yaxud da ki, adicə bildiyimiz, məsəl üçün bu almanı yanvar ayından, fevral ayından sonra alma qalmayacaq, düzdürmü? Amma bu almanı uzun müddətə saxlaması üçün nə edirlər? Üzərini mumlayırlar. Bəli. Büzüşməsin, qurumasın, uzun müddət qalsın. Və yaxud da ki, bütün qidalarımıza saxlama ömrü uzanması üçün önündə olan dadlandırıcılar, rəngləndiricilər, marketinq görünüşünü yaxşılaşdırıb bir şeylər vururlar. Biz bunlara ksenobiotiklər deyirik. Bunlar az olmalıdır və çalışmalıyıq ki, ilk 3 yaşlı uşağa ümumiyyətlə vermək olmaz, amma 8 yaşlı uşağa isə çox az vermək lazımdır. Trans yağlar 8 yaşacan uşağa qəti olmaz. Və misal üçün doktor, siz deyəndə heç olmasa biraz da açıqlayaq ki, bizi bütün izləyicilər, yaşlı insanlar da başa düşsünlər. Və misal üçün siz deyirsiniz ki, bu rəngləyici daha çox hal-hazırda hansı meyvə və tərəvəzlərdə var? Yox, meyvə və tərəvəzlərdə rəngləyicilər yoxdur. Meyvə tərəvəzlərimiz bugünkü gün belə deyək də yeni dəyişilmiş meyvə tərəvəzlərdir. Gəlin belə deyək, yanvar ayında hal-hazırda bu noyabr ayının sonudur, bu dəqiqə çiyələk satılır. Bu çiyələk yeyiləsidirmi? Böyüklərə də tövsiyə eləmirəm, amma uşaqlara yasaq qəti olmaz. Çünki bizim birinci yemək istədiyimiz bizim meyvələr, tərəvəzlər coğrafiyamıza uyğun olmalıdır. Bu bir. İkincisi mövsümündə olmalıdır. Yəni bizim bir genetikamız var, bizim bir yapımız var. Vəfa xanım. Yəni sizin Rəsulova ilə söhbətdə siz çox yaxşı bir temalara, mövzulara toxunursunuz. Amma bir şey deyim də, məsələn, yaşlı bir əvvəllərdə bir 30 il bundan öncə bir yaşlı insanın yanına gedərdi ki, deyərdi ki, məsəl üçün Rəsul əmi, ürəyiniz nə istəyir? Onun cavabı nə olardı? Deyərdi ki, Mürsəl kişinin qapısındakı o Abbas bəy armudundan ürəyim onu istəyir. Amma biz bugün xəstənin yanına gedəndə banan, marakuya, ananas, amma avokado axı çox xeyirli sayılır. Avokado beşinci. Gəlin belə deyək də, ziyansız heç bir şey yoxdur. Amma o bizim genetikamızdadır. O yoxdur. Amma bunun da mən qəti yeməyək demirəm. Nədən? Çünki bugünkü gün biz kartof deyəndə Azərbaycanın məşhur bir rayonu yadımıza düşür. Kartof bizimdirmi? Xeyr. Cənubi Amerikadan gəlib. Razısınız? Bəs Gədəbəy kartofu, ən dadlı. Görürsünüz, mən adını çəkmədim. Bu da 200 il, 300 il bundan qabaq bizə gəlmə bir şeydir. Anladın? Çay bizim deyil ki. Məsələn, mən bir şey deyim ki, bir 5 il bundan öncə Türkiyəyə gedəndə kolleqalarımız üçün Azərbaycanda bitən belə deyək, fövqa aparmışdım. Və bunu da bəhbəhlə söylədim ki, bax bizim cənub bölgəmizdə yetişir. Bunun qəşəng belə bir cemi olur, kompotu olur, meyvəsi olur. Təriflədim, dedim Azərbaycandan başqa bir yerdə bitmir. Ertəsi günü adam professordur və gəldi mən dedi ki, hocam, yəni
dünən biz sizə inandıq, amma bunun vətəni Argentina, Çili və Boliviyadır. Oradan gəlib. Özüm də aradım, axtardım, baxdım, həqiqətən də düzdür. Yəni siz deyərdiniz ki, yox, bu yerli feyxuadır. Anladım da, başa düşürsüz. Yəni mən kəskin onun əleyhinə deyiləm. Amma mövsümə uyğun qəbul etmək lazımdır. Nar amma bizimdir. Nar bizimdir, heyva bizimdir, alma bizimdir. Amma bugünkü gün deyək də biz qəndil, sınab və yaxud da ki, cırhacı alması, qızıl əhmədi alması yetərincədir bazarda? Xeyr. Nəyə görə? Çünki bunun saxlama müddəti azdır. Məhsuldarlığı azdır. Bu mövzudan başqa bir mövzuya giriş eləyim icazənizlə. Buyurun. Məsələn, gələk bugünkü gün qış fəslində xəmir xörəkləri yeyiləsidirmi? Xəmir xörəkləri bizim yapımızda, genetikamızda var, yeyiləcək. Amma xəmir xörəkləri yeyilir, bizi narahat edən xəmir deyil. Bizim narahat edən undur. Nəyə görə? Əvvəl bizim dədə-baba buğda növlərimiz var idi. Məsələn, qaraqılçıq buğda növü və yaxud da ki, sevinç buğda növü. Onların məhsuldarlığı hektarından 20-25 sentner, yəni 2 ton yarımdan çox deyildi. Və artmış əhalində doyuzdurma mümkün deyil. Yəni un qıtlığı, buğda qıtlığı yarana bilər. Yəni bugünkü gün yeni dəyişmiş buğda növləri 35 sentner, 3 ton yarımdan 5 tonacan məsələn məhsuldarlıq verir. Və bunun da tərkibində özlülüyü, kleykevinası, gluteni çoxdur. Məsələn, dünya əhalisinin 1%-də seliakiya xəstəliyi var. Yəni çörəyə allergiya var. O adamın müalicəsində biz çörək və un məmulatlarını, buğdadan hazırlanan bütün məmulatları stop verir, adam sağalır, başa düşürsünüz. Problem bizim nə qəbul eləməyimizdədir. Bəs doktor, indi bir çoxları siz demişkən, kimdə ki artıq bu unla problemləri, xəstəlikləri ortaya çıxırsa, yəni doğrudurmu bir dəfəlik glutendən, yəni çörəkdən, undan, yəni etiraz etməkdir, yəni qəbulu dayandırmaq. Biz xəmir xörəkləri, yəni bəs birdən-birə bunu dayandırsaq nə olur? O da bir problem yaratmaz həyatımızda. Bütün şəxslərə un, çörək və yaxud da xəmir məmulatları yemək sözünü demirəm. Belə bir söz var ki, yeyərək arıqlamaq lazımdır və yaxud da yediyimizi yandırmaq lazımdır. Azərbaycan mətbəxinin biz qidalanmamızdan artığı bir şey var Vəfa xanım, nədir? Bizim mətbəximizin bir fəlsəfəsi var. Biz ancaq yemək xatirinə yemirik. Yəni ki, bir masa ətrafında, məsəl üçün, biz kişilər və yaxud da siz xanımlar fikirləşirsiniz ki, həftə sonumu, həftə bir müddətdə gedək bir xəngəl yeyək, başa düşürsünüz. Gedək bir ərişdə yeyək. Məsələn, mənim Allah ölənlərinizə rəhmət etsin. Rəhmətli nənəm havalar soyuq olanda şorba hazırlayardı və çörəyi də sobada, odun sobasının üzərində qızdırırdı, sarımsağı sürdürdü. İndi düzdür, modern, müasir restoranlarda buna grenki deyirlər. Amma 50 il bundan qabaq biz onu adının grenki olduğunu da bilmirdik. Bilirdik ki, nənəmiz sobanın üzərində qurudulmuş çörəyə sarımsağı sürtəcək. Bizdə təbii antioksidant və xəstəliklərə qarşı bir mübarizəmiz var idi. Bir belə deyək, mübarizə vasitəmiz var idi. Ona görə də İngiliscədən tərcümədə yoxla və müalicə elə. Bütün insanların çörəyə və yaxud un məmulatlarına allergiyası yoxdur. Onlar xəstə deyillər. Biz yediyimizi yandırmalıyıq. Və yaxud da ki, yediyimizin yanında tərəvəzlərdən çox istifadə etmək lazımdır. Bugün məsələn Azərbaycanda meyvələri və yaxud da tərəvəzləri konservləşdirməyə ehtiyac yoxdur. Yəni 24 saat müddətində istənilən vaxtı meyvə və tərəvəz tapmaq mümkündür. Ona görə və yaxud da ki, qidalarımızın yanında, yəni deyim ki, fəlsəfəyə qayıdırıq da, bizim çox gözəl ədviyyatlarımız var. Ətirotlarımız və ədviyyatlarımız var. Məsəl üçün, xəngəlimi deyək, yəni ad çəkmək istəmirəm də, ərişdənimi deyək, düşbərənimi deyək, qutabımı deyək, yanında onu zirincdən, sumaqdan və yaxud da qidalarımızda sarı kökdən və yaxud da qurudulmuş otlar, reyhan qurusu var, şüyüdün qurudulması var. Onlardan istifadə eləməklə biz həzmimizi yaxşılaşdırırıq və orqanizmə antioksidant veririk. Bəli, amma doktor, indi siz demişkən, indi bolluqdur, çeşidlər çoxdur. Siz məsələn sarı kök deyirsiniz, zirinç deyirsiniz. Onların da çeşidlərində bəzən yəni doğru olmayanı, yanlış olanları var. Bəs biz onları necə seçək? Yəni hardan bilək ki, bu təbiidir, bu isə yanlışdır. Bundan almaq olar, bundansa almaq olmaz. Yəni biz onu necə seçə bilərik? Vəfa xanım, onu istehlakçı özü aldığı bir şey üçün pul verib alır. Gəl sizinlə xırda bir riyazi hesablama aparaq. Bugünkü gün 1 litr südün qiymətini 1 manat hesablayaq. Belə deyək, kobud bir riyazi hesablama aparaq.
Tamammı? Bəli. Yəni 1 kiloqram kərə yağı hazırlamaq üçün 4%li yağdan 20 litr süd lazımdır. Aha. Riyazi hesablama 20 manat olmalıdır. Bəli. İndi biz belə deyək də məşhur və yaxud da yarım məşhur hansısa bir ərzaq mağazasına daxil oluruq və yazılıb orada 16 manat 70 qəpiyə kərə yağı satılır. Vəfa xanım, bu mümkün deyil. Yəni mən istehlakçı olaraq özümü aldadıram. Fikirləşirim, nə yaxşı burada 16 manata kərə yağı var. Xeyr, mən özümü aldadıram. Ona görə istehlakçı özü pul verib aldığı bir şeyin nə olduğunu bilməlidir. Onda belə çıxır ki, insanlar, yəni əgər keyfiyyətli mal istəyirsə, mütləq bahalı almalıdır. Bəs Xeyr. Ən çox da belə deyək də aldadılırıq biz bahalı malda. Bahalı mal almalı demir. Məsəl üçün gəlin belə deyək də şəhərin kənarında, şəhər ətrafında adicə naringi 2 manata satılır. Mərkəzə bir 3-5 kilometr məsafədə 4 manata satılır. Bəli. Həmin naringi. Mərkəzdə isə Bakının mərkəzindən söhbət gedir. 8 manatı. Eyni naringi. Yəni, bu o demək deyil ki, bahalı ən yaxşıdır. Sadəcə istehlakçı, bir istehlakçıların hüquqları qorunmalıdır. İkincisi də aldığın bir şeyin nə olduğunu bilməlisən. Yəni, bugünkü gün ortalama bir Azərbaycanda bilir ki, 8 manata belə deyək də bir 500-550 qramlıq toyuq almaq mümkün deyil. Amma 8 manata satılır. Bu kənd toyuğu deyil. bəli, brollerdir. Yox. Belə dedim, mən ora girməyəcəm, başa düşürsünüz. Yaxşı. Amma yəni fürsətdən istifadə edib girmək lazımdır məncə. Yəni həmin bu brollerləri, yəni biz yeməyək, bəs nə yeyək? Ancaq kənd toyuqlardan alaq. Bugünkü gün kənd toyuğu tapmaq çox problemli bir şeydir. Nə üçün problemdir? Ona görə ki, birincisi xəstəlik çoxdur. Aha. İkincisi kəndlər boşalıb, kənddə iş yerləri yoxdur. Bütün insanlar Bakıda yaşayır. Bəli. Başa düşürsünüz? Çünki iş tapmaq çətin olduğuna görə. Üçüncüsü isə ən böyük bir şey bizi kənd toyuğu adından aldadılar deməkdir. Yəni bizə keyfiyyətsiz məhsul sırayırlar. Nəyə görə? Çünki bunun 1 ay, 2 ay broiler cücəsindən böyümüş balaca bir cücəni gətirib bir 2 ayda evlərində saxlayırlar. Nəyə görə? Ayaqları sarı olsun, bir balaca belə deyək də o marketinq bir üzü olsun və onu bizə satırlar. Bu da broilerdir. Genetikası, yapısı broilerdir. Yeri gəlmişkən doktor, indi tanışlardan biri adını çəkməyəcəm, elə broiler yerində işləyirdi. O bizə danışmışdı ki, təsəvvür eləyin ki, həmin broiler satılan yer, saxlanılan yerdə sərçə, bir sərçə və ya bir neçə sərçə gəlib həmin o yemlə qidalanandan sonra bir neçə gündən sonra qanadlarını açıb uça bilmirdi. O qədər şişirdi ki, təsəvvür eləyin. Broiler sərçə olurdu. Bilirsiniz niyə görə? Çünki bugünkü gün məhsuldarlığı artırmaq üçün onlara antibiotik və hormon istifadə olunur. Bəli. Bu da dozalanmış deyil. Məsələn, Azərbaycanın X kəndində sahibkar bunu dozalanmış miqdarda, buna antibiotik, yəni yem deyək də, yemi dozalanmış miqdarda, yəni bu dozadan artıq, yəni bu kütlədən artıq verməyəcək deyilən bir şey yoxdur. Sahibkarın, mən onu qınamıram, sahibkarın bir problemi var, tez böyüsün, yəni belə deyək, 45 gün müddətinə kilo yarımlıq olsun, satsın, canı qutarsın, parasını qazansın. Bəli. O var. Bugünkü gün, yəni ki, satılan balıqların %100-ü antibiotik verilmiş və yaxud da hormon verilmiş bir şeylərdir. Yeməyəkmi? Yeyirik, amma çox az yeməliyik. Yanında tərəvəz yeməliyik. İndi siz mənə belə əks bir sual verir ki, tərəvəzlər təmizdirmi? Onlar da təmiz deyil. Yəni istixanada, bəli, onlara da yetərincə pestisid verilir. Yəni inanın ki, doğrudan da biz əvvəllər göyərsini alırdıq. İndi keşniş süd bu boyda olur da, düzdür? Bəli. İndi gedirsən, siz də mənə bağışlayın, Bizim ifadəmə görə süpürgə də elə Bəli, bizim boyumuzdan. Keşniş süd, o nə boydadır? Yəni belə çıxır ki, biz heç nə yeməməliyik. Ancaq öz bağçamızı yaratmalıyıq. Orada göyərsi də özümüz əkməliyik, digər tərəvəzlərimizi, meyvələrimizi də. O mümkün deyil. Yəni biz problemləri qoyduq ikimiz bir yerdə, Vəfa xanım. Və dinləyicilər və izləyicilər soruşsa, yaxşı. Bunun çıxış yolu nədir? Çıxış yolu mövsümü və coğrafi meyvə və tərəvəzlərimizdən özümüzün və ailəmizin istifadəsi. Yəni uzağa getməkdə Azərbaycanın çox gözəl gilə meyvələri var, düzdürmü? Hansılardır? Qarağatı da ola bilir, gilənarı da ola bilir, məsələn, alçası da ola bilir. Biz onları payıza, qışa saxlaya bilərikmi?
bilərik. Aha, Necə bəli. saxlaya bilərik? Buzdolabında. Məsələn, qarağatı şəkərləyib soyuducunun dondurucu yerində saxlaya bilərik. Şəkərsiz olmaz, axı şəkərsiz. Şəkərsiz uzun müddətli saxlaya bilmirik. Az şəkərli saxlaya bilirik. Başa düşürsüz? Çünki o saxlama ömrünü uzatmaq üçün. Və yaxud da ki, məsəl üçün mən ailəmdə görmüşəm və bizdə də belə deyək də bir dinastiya olaraq davam olur ki, alçanın yaxşı vaxtında alçanı yığırlar bizdə evdə. Məsələn, yarım kilo olaraq dondurucuya qoyurlar. Qış fəslində onu dolmaya da istifadə edirlər, hazır göy alça. İstənilən bir şeylər, şorbalara da əlavə olunur. Eləmək olarmı? Olar. Mütləq deyil ki, biz dükandan alaq. Düzdür? Bəli. Yəni onu hər bir ailədə olan bir fərd özünü düşünməlidir. Və yaxud da ki, iki pisdən birini seçərək tərəvəzlərdən istifadə eləməliyik. Niyə görə? Ən pis tərəvəzdə belə antioksidant var. Bugünkü gün 8 milyarddan yuxarı əhalinin 3 milyardı mədə-bağırsaq xəstəliyinə artıq möhrü vurulub. Nədəndir doktor? Yəni ki, buna səbəb belə deyək də yanlış qidadır sözsüz ki. Bəlkə bu modern həyatda, bu modern restoranların sayı hesabı çox olmasıdır. İnsanlar belə deyək, lazım olmayan həm qidaları gedib orada yemiş olurlar, həm də ki acmadığı bir vaxtda yenə də öz orqanizmini qida ilə doldurmuş olurlar. Siz sualınıza özünüz də cavab verdiniz. Mən sizinlə tam razıyam. Amma mən istəyirdim siz də yəni fürsətdən istifadə edib deyəsiniz ki, gündə insanlar neçə dəfə qidalamalıdır və hansı qidalardan uzaq olmalıdır? Gəlin belə deyək, icazə versəz biraz uzaqdan başlayım, gendən başlayım. Birincisi bizim orqanizmimizin bir sirkad ritmi var. Yəni özümüzün daxili bir saatı var. Bəli. Bizim daxili saatımız nədir? Bizim daxili saatımız deyir ki, bu 24 saatın müəyyən bir hissəsini biz yemək yeməməliyik. Yəni axşam saat 11-dən 23:00-dan 04:00-can bizim orqanizmdə sirkad vaxtımızda bizdə beynimizdə melatonin sintez olunur. Yəni bu melatonin deyir ki, adam yat və mən sənin bədənini təmizləyim. Və adam da yatmalıdır ki, stressdən uzaq olsun. Sərbəst radikallar əmələ gəlib bunda xərçəng yarada bilən biz radikallarımız olmasın. Tamammı? Bu dövrdə bizə yemək qəti olmaz. Yeməyimiz, son yeməyimiz yatmağa 3 saat qabaq olmalıdır. Və axşam yeməyinə yarım fabrikatlar və yaxud da tez həzm olunan tez qidalar, fast foodlar deyil, onlar olmamalıdır. Amma biz nə edirik? Axşam saat 12-də, 1-də televizorun qabağında oturub hansısa bir proqram izləyirik və yaxud da ki, siz və mən iş adamları bilgisayarda hansısa bir işimizi planlamağa çalışırıq və tez bir atışdırmalı bir şeyləri də qəbul edirik. Biz nə edirik? Artıq orqanizmimizə ziyanımızı özümüz vurduq. Və səhər saat 6-dan sonra biz oyanandan sonra böyrəküstü vəzirlər ki, kortizol ifraz edir, biz intensiv ayağa qalxıb həyata atılmalıyıq. Amma biz nə edirik? Çünki gecə saat 3-də yatmış adam saat 10-da yuxudan qalxacaq. Yəni birincisi orqanizmin daxili saatını pozmamalıyıq. Düzdür, mən bu növbəli işləyən işçilərə deyə bilmərəm, nəyə görə adamlar bir gecə növbəsi, bir gündüz növbəsində işləyir. Amma bu bir şeydir ki, gündüz olaraq biz pərdələri çəkək, işığı söndürək, yatdığımız halda da belə melatonin sintezi olunmayacaq. Allah Taala necə yaradıbsa ki, 23:00-04:00 o vaxtda bizim melatonin sintez olunacaq. Məsələn, bizim bu Yapon əzgili dediyimiz bir meyvə var. O adam öz xislətində necə sədaqətlidirsə, necə ki, məsəl üçün, oktyabr ayında gül açmalıdır Yaponiyada, Azərbaycana gətir, yəni muşmala oktyabr ayında çiçək açır. Onu hara aparırsan apar, Antarktidada aparsan oktyabr ayında çiçək açacaq. Çünki o cür öyrəşib. Anladınız? Amma biz isə sirkad ritmi pozuruq. İkincisi budur ki, biz dadlandırıcılardan çox istifadə edirik. Məsələn, bizim ictimai yaşam müəssisələrində qidaya çox yeməyimiz üçün çoxlu dadlandırıcı vurulur. Məsələn, adicə bir dönər olsun, nə bilim, türk mətbəxinin belə təamları olsun, biz istədiyimizdən kaloriyadan artıq çox yeyirik. Üçüncüsü də ətrafımızı düzgün seçmirik. Məsəl üçün, maşallah, Vəfa xanım miniatür bir bədən quruluşuna malikdir və o mənim kimi ətli qanlı bir adamla oturub bir il oturub dursa, çünki mən çox yeyən, siz az yeyən. Mən sizi öz tərəfimə çəkəcəm. Ona görə də əgər ailə fərdlərindən birində piyələnmə varsa, bu gün belə deyək də planetin əhalisinin belə deyək tam yarısında artıq çəki var, 1/3-də də piyələnmə var.
Ona görə də ailə üzvlərinin fərdlərinin birində piyələnmə varsa, digər ailə üzvlərində piyələnə bilmə ehtimalı 70%-dir. İş yoldaşlarının birində çox yeyib içəndisə, orada da ki 30-35% odur ki, digər üzvləri də özünün çəkib aparacaq. Ona görə də biz ətrafımızı da təmizləməliyik ki, və biz onlara təsir eləməliyik ki, az yemək lazımdır, çox hərəkət etmək lazımdır. Doktor, bax, siz indi sizin artıq yanınıza gələn pasiyentlərinizdən bilirsiniz ki, son vaxtlar daha çox hansı xəstəliklərdən əziyyət çəkənlər var, hansı xəstəliklər daha çox inkişaf eləyib. Yəni onlara belə deyək də və yaxud da sizin yanınıza gələnlər və gəlməyənlər də bizi izləyənlərə siz nə tövsiyə edərdiniz? Necə qrafik verərdiniz ki, səhər yaxşı olardı ki, belə qidalanasınız. Günorta belə qidalanarsa, axşam deyirsiniz 3 saat yatmadan öncə qidalanmaq lazımdır, nə yemək lazımdır? Bax 3 qidanı nə tövsiyə edərdiniz? Bugünkü gün 21-ci əsrdə mədə-bağırsaq xəstəlikləri son 30 ildə 3 dəfə artıb. Səbəb birincisi bizim çox yeyib az hərəkət eləyərək çəki almağımızdır. Və nə əmələ gəlir? Reflüks. Yəni qida borusunun mədəyə keçən yeri bir kamera deyək də klapan var, bağlanır. Açıq qalır. Və yarım açıq qalır. Və xlorid turşusu da qida borusuna atılaraq daimi yanma və gəyirmə hissi olur. Ağzımızdan pis qoxu gələ bilir. Yəni çəkini azaldaraq biz reflünün qarşısını ala bilərik. Bu bir. İkincisi, daha çox bugünkü gün elm nə deyir? Mədə xərçənginin yaranmasında birinci sinif səbəblərdən biri Helicobacter pyloridir. O nədir? Helicobacter pylori bizim mədəmizdə yaşayan çox ağıllı bir bakteriyadır. Nədən ağıllıdır? Ona görə ağıllıdır ki, o mədənin içində xlorid turşusu var. Turşunun içərisində heç bir canlı orqanizm yaşaya bilməz. Amma Helicobacter pylori yaşayır. Nədən? O öz canından ureaza fermentini ifraz eləyir və bizim bədənimizdəki sidik cövhərini parçalayaraq ammoniak. Belə sözümə görə üzr istəyirəm. Elə bil ki, öz sidiyinin içində yaşayır. Ki, nə dərman ona təsir edə bilməsin, nə də mədə turşuluğu ona təsir edə bilməsin. Orada rahat yaşayır. O bakteriyanı necə çoxaltmaq olar? O bakteriyanı vaxtımız varsa mən bir ekskurs deyim, maraqlı fakt deyim. 2005-ci ildə o bakteriyanı icad eləyəni tapan Barry Marshalla Nobel mükafatı veriblər. Barry Marshallın da bu Helicobacter pylorini tapa bilməsi belə deyək də təsadüflər olub. Necə təsadüf olur? Dönəm-dönəm bir 100 il müddətində alimlər bunu Petri kasası deyirik bir şeyə ki, mikrobları orada əkmək üçün. Əkirik, 72 saatdan sonra baxırıq, görürük, bitmədi, deməli bu yoxdur. Barry Marshall növbəti bir dəfə bunu materialı, mədədən götürmüş materialı əkib, 3 gündən sonra baxmalı idi bu. Və bunun da sevdiyi bir qızla görüşə getmək yeni il ərəfəsində. Kasacığı ora qoyur və gedir Milad bayramına. Üstündən 10 gündən sonra qayıdır, gəlir, fikirləşir ki, mənim bax orada materialım var idi. Gedir mikroskopun altında baxır, bitib. Yəni ki, artıq orada Helicobacter pylorini tapıb. Deyib ki, bu Helicobacter pyloridir, bu xəstəlik törədir. Alimlər, yəni dünya buna inanır ki, bəli Helicobacter pylori var, amma deyir ki, xeyr, bu xəstəlik yarada bilməz. Dediyim kimi, o sevdiyi qızla aralarında yaranan problemdən sonra fikirləşir ki, nə edim, götürür bu Helicobacter pylorinin özünü yoluxdurur. Və xəstəliyin gedişatını izləyir və 14 gün müddətində 2 dənə dərman preparatının adlarını çəkmək istəmir. Onun özünü sağaldır və elmi ictimaiyyətidir. Buyurun əzizim, bu Helicobacter pylori, bu xəstəliyin gedişatı və bunun sağalması. Və o və digər həm müəllifə 2005-ci ildə Nobel mükafatı verilib. Deməli, xüsusi bir dərman var ki, bu həmin bakteriya. 4 dənə dərman, 3 və yaxud da 4 dənə dərman var, bəli. 2 antibiotik, bir mədə turşuluğunu azaldan bir vasitə, bir də bismut preparatı var ki, belə sağaldır. Planet əhalisinin 85%-də Helicobacter pylori mövcuddur. Amma bunların hamısını mı müalicə etməliyik? Xeyr. Test and treat, yoxla və müalicə ilə. Bunun yoluxması nədir? Sosial, iqtisadi vəziyyəti aşağı olan, bir ailə daxilində çox yaşayan fərdləri olan, nə bilim, belə deyək də bir qəbilə halında, populyasiya halında yaşayan insanlarda yoluxma riski daha çoxdur. Məsələn, mən sizə Pakistan, Bangladeş, İndoneziya və bir də səhv elə bilirəmsə İran məlumatlarını deyəcəm. Onlarda nədir? Onlar deyir ki,
uşaq anadan olandan sonra, yəni biz Azərbaycanlılar deyirik ki, biz eləmirik, amma onun əksini sübut edən heç birimiz yoxuq. Uşaq anadan olandan sonra, bir qədər böyüyəndən sonra ana hazır yeməyi uşağı üçün, övladı üçün ayrıca yemək hazırlamır. Hazır böyüklər üçün, ailə fərdləri üçün hazır olan yeməyi ağzında biraz çeynəyir və övladını yedizdirir. Və Helicobacter pylori ilə bütün çocuklarını, balalarını yoluxdurur. Amma bizdə isə əksinə uşaq doğulanda bütün qablar ayrı sterilizə olunmalıdır və son belə deyək də artıq uşaq müəyyən bir yaşa çatanda da yenə biz sterilizə Yəni Azərbaycanda da bu var. Bunun əksini biz belə deyək də sübut edə bilmərik ki, bizdə elə bir şey yoxdur. Bizdə də var. Bu dediyim kimi daha çox yayılmış qastritlər, duodenitlər, mədənin 12 barmaq bağırsağının xəstəlikləri səbəbi də budur ki, piylənirik, reflü əmələ gəlir və Helicobacter pylori var. İkincisi qıcıqlanmış bağırsaq sindromu. Nədir? Qıcıqlanmış bağırsaq sindromu. Pasiyentin 100-ə yaxın şikayəti var, amma biz bütün müayinələrin yekununda heç bir xəstəlik tapmırıq. Bu məsələn bu sindrom doktor nədən irəli gəlir? Bax deyirsiniz ki, hal-hazırda həmin bu xəstəlik bu çoxalıb. inkişaf eləmiş. Yəni ziyalıların bir xəstəliyidir. Ya qəbizliklə gedir, ya ishalla gedir, qarın ağrısı olur və yaxud da ikisi də bir yerdə biri birini əvəzləyə bilir. Və stressdən yaranmır. Stressdən yaranır. Və bunun da müalicəsində bizlərlə bahim nevroloq da olmalıdır, antidepressant verilməlidir. Çünki nədən? Çünki belə bir şey var da, biz nə yeyiriksə ondan da təşkil olunmuşuq. Biz oyuq. Anlada bilirəm sizi. Və ona görə də biz çox yeyirik. Çox ksenobiotiklər qəbul edirik. Yəni adicə dərmanların belə üst təbəqəsi də belə bizim üçün zərərsiz görünsə də o qədər zərərsiz deyil. Məktəbə gedən uşaqlara da belə biz polietilen bir boruların içində rəngbərəng suları verir, analar onu verir. Və yaxud da ki, tərkibində palma yağı olan peçenyelər, onlar qəti olmaz. Çünki böyüklərə belə qram yarım, 2 qramdan artıq palma yağı olmaz. Biz övladlarımıza bunu veririk. Və həddən artıq müasir, hərəkətli bir həyat bizim beynimizdə oyanıqlıq yaradır. Və qıcıqlanmış bağırsaq sindromu da ona görə də müalicəsi çətindir, uzun müddətlidir. Niyə görə? Çünki kolonoskopiya olunur, gastroskopiya olunur, yəni mədə, yoğun bağırsaq yoxlanılır, ultrasəs müayinəsi olunur, qan analizi, nəcis analizi, heç bir problem yoxdur. Adamın qarnı ağrıyır, adamın qəbizliyi var. Düzdür, qəbizliklə gedən forması da var. Amma məsələn, bizdə Azərbaycanda daha çox qadınlar arasında qəbizlik bir həyat tərzi kimi qəbul olunur. Bizim pasiyent gəlir, xanım deyir ki, mənim anamda da bu vardı, məndə də bu var. Bu düzgün deyil axı. Yəni siz fikirləşin ki, 72 saatdan artıq nəcis kütlələri bağırsaqda qalır. Onun bir hissəsi indol, fenol, skatol, zəhərli maddələr sorulur qana və qaraciyər yüklənir. Bu düzmüdür? Düzgün deyil. Və üçüncüsü isə piylənmə. Yəni yağlı qaraciyər. Başa düşürsünüz? Bugünkü gün yağlı qaraciyər artıq 2030-cu ildən başlayaraq qaraciyər köçürməsində virus hepatitləri yox. Yəni yağlı qaraciyərin səbəbi olaraq qaraciyər köçürülməsinə gedəcəyik. Çünki yağlı qaraciyər artıq ayaq tutub yeriyir. Epidemiya yox, bir pandemiyadır. Nədən? Çünki çox yeyirik, az hərəkət edirik. Və yaxud da yediyimiz qidaların tərkibində həddən artıq trans yağlar var. Tərkibində trans yağlar olan hansı qidalardır, hansı paketli qidalardır ki, insanlar bilməyərək həm uşaqlarını alırlar, həm özləri alıb qidalanırlar. Yəni siz də sadalaya bilərsiniz, misal üçün nəyə etiraz etməlidir? Demək olar ki, bütün konditer məhsulları, bunların tərkibində trans yağlar var. Və yaxud da bugünkü gün şirniyyatlar adi bizim bildiyimiz şəkər yox, qarğıdalı şərbəti deyirik də. Türklər buna mısır şurubu, siropu deyirlər də. Onun da həddən artıqlığı qaraciyəri belə deyək də biz zəhər kimi zədələyə bilir. Sonra bu kompotları, misal üçün bağlanmış kompotlara mən bilən şəkər yox, fruktoza əlavə olunur onlarda. Ona görə də yəni bugünkü gün dövlət tərəfindən və yaxud da hansısa bir şirkətlər, konserv zavodları, fabrikalar, sexlər tərəfindən hazırlanan məhsulları qəti yeməmək olarmı? Xeyr, mümkün deyil. Bizim həyatımız onsuz mümkün deyil. Onları minimizə eləmək lazımdır. Bax, xırda bir misal deyək ki, bəzən mən pasiyentlərimə də söyləyirəm ki, bugünkü gün sümüksüz 1 kiloqram əti 21-22 manata alırıq. Və o 1 kiloqram sümüksüz ətdən də 6 dönər çıxır. Ortalama çiğ ətimiz bizim 3 manat 80 qəpikdir. Onun üzərinə çörəyi, onun üzərinə ustanın əl xərcini, elektrik xərclərini, sahibkarın qazancını
mayonezini, xiyarını, nə bilim, pomidorunu əlavə elədikdə ortalama 6 manat 70 və yaxud 7 manat 50 qəpik civarında bir maya dəyəri çıxır. Yəni ki, sahibkar sataraq 7 manat 50 qəpikdən bu dönəri satsa, bu xeyir eləyir, ziyana düşmür. Və bugünkü gün biz nə görürük? İndi dönərçilər gələcəklə bıçaqlarını götürüb üstümə ki, bugünkü gün biz deyirik ki, dönərçi, gələ bu 2 manat 50 qəpiyə mənə zəhər ver, mən ölüm. Bəli. Elə bir biz buna görə növbəyə, uzun növbəyə də dayanırıq. 2. Hamımız xoşlayırıq, belə deyək də, marka ictimai iaşə müəssisələrində yağda qızardılmış fri deyək də. Bəli, bəli. Kartof. O bir dəfə qaynadıldı, ondan sonraki kanserogendir, zəhərdir. Amma bugün bir dəfəyə, bir qazana, bir nə bilim o qaynanma qabına 5-10 litr əlavə olunur və axşamacan qızardılır. Biz özümüz gedirik. Uşaqlarımıza da yedizdiririk. Bayaq deyirsiniz ki, kim onlara nəzarət etməlidir? Özüm? Çox təəssüf ki, artıq özümüz. Çünki çoxu ancaq pul qazanmaq üçün deyir ki, nə qədər çox satsam, mənim üçün fərqi yoxdur, sağlamdır bu qida, sağlam deyil. Amma əsas budur ki, mən buradan çox pul qazanım. Biz qarşıdakımızı günahlandıra bilmərik. Yəni, kimsə mən demirəm aldatmaq istəyir, o adam məhsulunu satır. Məsələn, gəlin belə deyək də, bugünkü gün mağazada, supermarketlərdə, nə bilim, hər yerdə alkoqol satılırmı? Satılır. Siqaret satılırmı? Satılır. Yəni, o adam satır, sən alma. Və bugünkü gün, belə deyək də, ondan da pisi, ən böyük fəlakət nədir? Elektron siqaretlər. Bəli, bəli. Bugün dünyada ölümlərin birinci səbəbi kişi və qadınlar arasında, birinci səbəbi nədir? Ağciyər xərçəngi yaranmasının, bizim atmosferin çirklənməsi və nikotin qəbul eləməyimiz. Qəlyan. Sulu qəlyan o başqa bir mövzudur. Bəli, o başqa problemdir, uzun bir problem. Yəni bütün ölümlərin sırasında birinci yerdə gəlir kişili qadınlı bir yerdə ağciyər xərçəngi, ikinci yerdə gəlir qadınlarda süd vəsin xərçəngi, üçüncü yerdə gəlir kişili qadınlı bir yerdə yoğun bağırsaqların xərçəngi, kolorektal xərçəng və dördüncü yerdə gəlir prostat xərçəngi. Yəni biz bunu bilərəkdən, yəni deyəcək ki, özümüz belə məktəb yaşında belə hamı elektron siqaretdən istifadə edir. Yəni bunu ailəm institutları işləməlidir. Ailə də qoymamalıdır. Məsələn, mən sevindik doktor, tütün qəbul eləmirəm. Necə ola bilər ki, mən tütün qəbul eləyim və siqareti çəkərək pasiyentə deyim ki, bu ziyandır. Adam mənim haqqımda nə fikirləşəcək? Bəli. Yaxşı bir şeydir, belə deyək də, özünü qəbul edirsən. Pisdirsə, onda özünü niyə qəbul edirsən? Sovet məktəbində adını deyəcəm, Makarenkonun belə bir tərbiyə metodu var idi. İndi nə qədər pisdirsə də yaxşı bir şeylər də götürməliyik. Tərbiyədə bir şey var ki, birinci mənə oxşa. Yəni mən özüm bunu eləyərəkdən sizi eləmə deyə bilmərəm. İkincisi aldatma. Üçüncüsü də verdiyin sözə əməl elə. Yəni bunu biz eləyəcəksə, dediyim kimi təbabət olsun, təhsil olsun, biznes olsun, biz buna eləməliyik. Mən də yenə deyirəm ki, əgər mənim özüm bir 120 kilo çəkili olacamsa və bu gün artıq çəkinin problemi olmasını, xərçəng yarada bilməsini, yağlı qaraciyərin belə də ayaq tutub yeriməsini necə deyə bilərəm? Özüm formada olmalıyam. Bəli. Yəni bütün pasiyentlərinizə, bütün necə deyək, xəstələrə nümunə olmalısınız ki, onlar da sizə baxıb öyrənsinlər. Tam doğru. Necə ki, uşaqlar öz valideynlərindən öyrənirlər. Doktor, biz bilirik ki, bugünün bir çox xəstəliyi də glutendir, eyni zamanda laktoz dözümsüzlüyü. Nədən insan hardan bilməlidir ki, onda misal üçün laktoz dözümsüzlüyü var? Laktoz dözümsüzlüyü erkən yaşlarında, uşaq yaşlarından böyüyür. Ümumiyyətlə, tarixə ekskurs eləsək, bilmirəm, izləyicilər və dinləyicilər buna necə reaksiya verəcəklər. Gəlin belə deyək də, nə süd, nə də buğda. Bizim qədim yeməyimiz olmur. Düzdür, buğdanı hardasa 8-10 min il bundan öncə vəhşi buğda olub, sonra insanlar onu suda isladaraq yeyiblər və ailəsində bir 12-15 uşağı olan bir ana buğdanı islatmağa qoyub və yorğun olub yatıb. Uşaqlar da ac qalıb. Səhər tezdən durub görüb ki, buğdalar mum kimi olub, həlməşik olub və onu yedirtmək mümkün deyil. Odu, qədim insan odla maraqlı idi, yəni odu tanıyırdı. Daşın üzərinə, qaynar daşın üzərinə bunu qoyub, bişirib və çörək alınıb. Və şirin bir şey olub. Ona görə də un oradan gəlib, buğda oradan gəlib. Süd
körpə uşağı üçündür. Anladınız? Biz böyüklər bəli mütləq deyil ki, biz süd içək. Biz belə deyək də qıcqırmış süd məhsullarından bura aiddir. Qatıqdır, süzmədir, pendirdir, qaymaqdır. Biz onlardan istifadə edə bilirik. Onlar laktoz dözümsüzlüyü vermir. Süd acı süd verir və körpə uşaqdan da süd içəndən sonra qarın işləmə olursa, allergik reaksiyalar olursa, gəyirməsi, qarında gurultusu olursa, artıq uşaq çağlarından biz bilirik ki, bunda laktoz dözümsüzlüyü var və o zamandan da biz laktozu saxlayırıq. Əvvəllər düzdür, meyvə tərkibli və yaxud da ki, məsələn, badam südü, digər bir məhsulların südündən istifadə olunur. Bugünkü gün laktoz süd var. Və bu gün də böyük insanlara, yaşlı insanlara mütləq süd məhsulundan istifadə eləmək lazımdır deyilən bir söz yoxdur. Yəni deyirlər ki, 40 yaşdan sonra ümumiyyətlə süd içmək məsləhət görülmür. Elə bir termin yoxdur. Mən dediyim kimi süd bizim üçün deyildi, amma bugünkü gün biz istifadə edirik. Amma bizim seliakiya dediyimiz, yəni glutenə qarşı dözümsüzlüyümüz, bəli, planet əhalisinin 1-4%-də bu ola bilir. Bu bəzən çox gec də özünü göstərə bilir. Məsələn, biz tibb universitetində oxuduğumuz vaxtlarda bunu ancaq uşaqlarda bilirdik seliakiya xəstəliyi, amma böyüklərdə də var. Biz buna gluten enteropatiyası deyirik. Yəni bu dözümsüzlük deyil, sadəcə ona qarşı bir reaksiyanın olmasıdır. Anlada bilirəm. Bunda bugünkü gün artıb çoxalmasının cavabını bir 25 dəqiqə bundan qabaq mən cavab verdim. Əvvəllər nədən bu yox idi? Məsələn, Türkiyədə bunlar siyez buğda, siyez unu deyirlər də. Türklər ata toxum deyirlər. Bizdə dədə-baba qədim buğda növüdür. Niyə görə? Buğdanın un hazırlamaq üçün buğda ümumiyyətlə 3 hissədən ibarətdir. Qabığı, rüşeymi, endospermi. Un hazırlayırıq biz endospermindən. O isə təmiz nişastadır. Tərkibində gluten dediyimiz, klikevin dediyimiz oradadır. Və müasir bugünkü gün dəyirmanlar rüşeymi də çıxardırlar və qabığı da çıxarırlar. Bütün minerallar, makro, mikro elementlər, bizə xeyirli vasitələr oradadır. O çıxarılır, tullanılır. Biz ancaq nişastanı qəbul edirik. Və orqanizm də o miqdarda, o belə kütlədə klikevinaya deyək, glutenə deyək, həzm eləyə bilmir, cavab verə bilmir. Əvvəllər ona görə az idi və yaxud da biz dözümsüzlüyümüz yox idi. İndi isə məhsuldarlığı artırmaq, hamını qidalandırmaq üçün un ona görə bizə bu cür əziyyət verir. Uzun müddətli qan azlığı olan, allergik səpkiləri olan, tiroid problemləri olan, boy qısalığı olan, belə deyək də döş qəfəsinin və yaxud da başında ölçülərində böyük olan bir uşaqlıqdan olan bir insanlarda və yaxud da ki, dediyim kimi səbəbi bilinməyən bir qan azlığı olanda, bəli, biz seliakiyadan şübhələnirik, bugünkü gün yoxlayırıq. Ola bilir ki, bəzən də biopsiya materialından aşkarlayırıqsa ki, seliakiyası var və un məmulatlarını, yeyilməsini saxlayırıq və insanda sağalır. Bir çox xəstəliklərin biz bilirik ki, bəzən belə deyək də bir çox həkimlər oruç tutmaqla, yəni ki, həm pəhriz saxlamaqla, bir çoxları da deyir ki, oruç tutmaqla sağaltmış olurlar. Siz necə tövsiyə edərdiniz? Yəni oruç tutsunlar, bir çox xəstəliklərdən azad olsunlar, yoxsa hansı tövsiyə verərdiniz? Əgər insanın mədə bağırsaqda, qaraciyərində, böyrəklərində təzyiqlə bağlı, yəni ki, su içməlidir, böyrəklərlə bağlı sorulmasına görə bir problemi yoxdursa, oruç tutmaq düzgündür, lazımdır, mütləqdir. Niyə görə? Çünki bizim bədənimizdəki hüceyrələr bir müddətdən sonra artıq belə deyək, zərərli və bizə gərəksiz olan mikroorqanizmləri tutub öldürə bilir və yaxud da ki, orqanizm özü-özünü təmizləyə bilir. Bilirsiniz, oruç tutmağı arıqlamaq üçün yox, o düzgün deyil. Oruç tutmaq həm bir dini təmrindir, həm də onun siz inancdan da əlavə bir fəlsəfədir. Doktor, onda bizi bilirsiniz ki, bizim insanlar həkimə getməyi sevmirlər və yaxud da həkimə gedirlərsə ən son bir həddə çatandan sonra müraciət edirlər. Daha çox ev şəraitində sevirlər ki, özlərini müalicə etsinlər. Mədə bağırsaq üçün xeyirli nə var ki, ev şəraitində onu profilaktik olaraq istifadə eləsinlər? Vəfa xanım, ev şəraitində xəstəliyi müalicə eləmək olunmamalıdır və qonşudakı Gülsənəm nənənin də məsləhətinə qulaq asılmamalıdır. Sağdır Gülsənəm nənə. Necə? Sağdır hələ də. Bəli. Çünki həqiqətən də pasiyent fikirləşir ki, insanlar
həkimdənsə qonşundakı Gülsənən nənənin dedikləri düzgündür. Bəli. Bizim doğru bildiyimiz yanlışlar var. Məsəl üçün mədəmizdə problemimiz var, eroziyamız var, qastritimiz var. Bu və digər problemlərimiz var və Gülsənən nənə buyurur ki, kartof şirəsi içsən profilaktik olaraq sağalacaqsan. Düzmü? Düz deyil. Siz sual verin ki, niyə düz deyil? Niyə düz deyil? Ona görə ki, bugünkü gün kartof harda becərilir və məhsuldarlığı artırmaq üçün bugünkü gün heç bir adam əgər satmayacaqsa, özü üçün istifadə edəcəksə, o kartofa belə deyək də məhsuldarlığı artırmaq üçün nitratlar adını çəkməyəcəm, nitratlar əlavə eləməyəcək. Satmaq amaclı isə bu adamın məsələn 1 hektar, 2 hektar torpağı var və fikirləşir ki, mən buradan 18 ton yox, 25 ton kartof almalıyam və bolluca nitratlardan istifadə eləyəcək. Və dediyimiz kimi bizim bu ev şəraitində gözəl görkə bir xanımımız mədəsində profilaktik məqsədlə kartof sokunu içdi. Düzdür? O nişasta, bürüyücü, qoruyucu rolunu hardasa bir həftə 10 gün göstərə bilər. Bir balaca belə deyək də qıcqırması mı, göynəməsi mi rahatladı. Amma əvəzində biz nə aldıq? Qaraciyərə kütləvi surətdə zəhər verərək toksik hepatit ala bildikmi? Bəli, ala bildik. Və yaxud da ki, fikirləşir ki, biz qaraciyərimizi təmizləmək istəyirik. Çox vaxt xanımlar həyat yoldaşlarına məcburən ya yerkökü şirəsi və yaxud da ki, çuğundu şirəsi verirlər. Sonda nə olur? Adam qışı keçirir, yazda deyir ki, həkim, mən məsəl üçün oktyabr ayında 91 kilo idim, artıq 98 kilo idim. Nədən? Çünki həyat yoldaşım mənə hər gün səhər bir belə deyək də fincan yerkökü şirəsi verir. Tərkibində bitki lifi yoxdur. Fruktozası çoxdur. Başa düşürsünüz, adamda artıq yağlı qaraciyər əmələ gəlib. Ona görə də hansısa bir vasitəni biz qəbul etmək istəyiriksə, mütləq ya müalicə həkimi, ya sahə həkimi, ailə həkimi və yaxud da diyetoloqla məsləhətləşərək bu və ya digər profilaktik vasitələrdən istifadə edə bilər. Amma burada bir əmması var. Azərbaycanın şimal-qərb bölgəsində en sayda pasiyentlərim var və onlara da dönəm-dönəm hamısına deyirəm ki, yaz aylarında, çünki şimal-qərb zonasında daha çox tiroid problemləri var. Və insanlar da yaz aylarında təzə yetişmiş qoz udmaqla məşhurdurlar. Və bizim yanımıza da mədə xorası, xoradan öncəki vəziyyətlərlə müraciət edirlər. Hamıya söyləyirik, amma qonşudakı Gülsənəm nənə deyir ki, yod nədədir? Qozda. Ona görə də qozu udmaq lazımdır. Yemək də yox, udmaq. Udmaq, bəli. Və yaxud da ki, qurdun varsa övladında sarımsaq uddur. Və ən yaxşı halda da gənc belə modern analar sarımsaqlı sunan imalə eləyir. İmalə bizim üçün 50-70 santimetrəcən yerə gedir. Amma yoğun bağırsaqlarımızın uzunluğu isə hardasa 1,7-2 metrdir. Amma asqarit və yaxud da biz quyruq orada oturub gülür ki, Günay xanım, aşağı gəldi, çıxdı, getdi. Yəni o nöqteyi nəzərdən deyirəm ki, ev şəraitində mütləq peşəkarın tövsiyəsi olmasa, bugün bizim bilgisayardan öyrəndiklərimiz Quran ayəsi deyil. Çünki bilgisayarda çox vaxt hərə öz fikrini yazır. Hansı akademik araşdırma aparılıb, başa düşürsünüz? Yəni, o nöqteyi nəzərdən sualınıza necə cavablandırdımsa bilmirəm. Çox gözəl cavablandırdınız. Mən sonda bütün qonaqlarıma dediyim kimi, düzdür, sizinlə bugünkü bu söhbətimizdə çox məsləhətlər verdiniz, çox geniş informasiya verdiniz. Mən elə gəlir ki, bizim tamaşaçılar yetərlicə öz suallarına cavab tapdılar. Hətta burada operatorumuz da başını belə razılaşır. Mən istəyərdim ki, bütün həkimlərə necə deyirəmsə, sonda 5 məsləhətiniz, bütün izləyicilərə, yenə də sonda bu 5 məsləhətinizi, tövsiyənizi istəyərdim ki, tamaşaçılara verəsiniz. Başdır. Birincisi, biz yaşamamız üçün, böyüməmiz üçün, həyatımızı davam elətdirməmiz üçün balanslaşdırılmış, adekvat qidalanmalıyıq. Hansısa bir qidanı tibbi əks göstəriş yoxdursa, yemək lazımdır, qədərində yemək lazımdır. Məsəl üçün, karbohidratlı qidaları günün ikinci hissəsində yemək olmaz. Yatmazdan öncə sadə şəkərləri yemək olmaz. Karbohidrat demişkən xəmir. Xəmirdir, şəkərdir, piroqdur, un məmulatları deyək, məsələn, üzümdür, başa düşürsünüz. Yəni, yatmazdan öncə onların qəbulu tövsiyə deyil, bu bir. İkincisi, aktiv olmaq lazımdır.
Mütləq, yəni gündəlik olaraq ən azından 8.000, 10.000 addım yürüşümüzü eləmək lazımdır. Üçüncüsü, hər kiloqramımıza 30 millilitr düşməyinə su içməliyik. Mütləqdir bu. Dördüncüsü isə mövsümü, coğrafi olaraq meyvə və tərəvəzlərdən istifadə eləməliyik. Beşincisi isə, bunu mən birdən öncəki də sıfıra gətirərdim, yəni beşincisi isə stressdən uzaq durmamız üçün gülümsəməyi bacarmalı, həyatımızı sevməli və bugün payızda ətrafımıza baxaraq, rəngbərəng o payızda həyatın sonu kimi yox, rəngbərəng bir o tabloya baxaraq həzz almağı bacarmalıyıq. Bugün məsəl üçün böyük şəhərlərdə nədən bir depressiya var? Bilirsiniz niyə görə? Nədən? Çünki maşınlarımız, binalarımız İki uzaqbaşı üç rəngdədir. Ağ, qara, boz. Amma 20-30 il bundan öncə sarı rəngdə Jiguli'də olardı, qırmızı rəngdə Moskviçdə olardı, başa söz, yaşıl rəngdə Zaporojets maşında olardı. Yəni adlarını söyləyirəm, dönə-dönə. O vaxt Mercedes yox idi. Bəli, bəli. Və bizim gözümüz rəngbərəng görürdü. Başa söz və biz pozitiv alırdıq. Amma indi isə görünüşdən pozitiv almırıq. Rəsm qalereyasına gedəndə oradakı nəyin çəkdiyi önəmli deyil. O rənglər bizə pozitiv verir. Deyirlər ki, xırda bir hansısa bir əşyadan, nədənsə siz geri həzz almağı bacarasınız. Stressdən uzaq durmağı bacarmaq lazım. Ən azından 3 dənə çinarın yarpağı, sarı, qırmızı, yaşıl, onu götürərəkdən ona baxıb həzz almağı bacarmaq lazımdır. Bəli. Dəvətiniz üçün təşəkkür edirəm. Minnətdaram. Çox xoş oldu sizinlə söhbət etmək. Mən bir daha vurğulayıram ki, ümidvaram ki, bizi izləyən tamaşaçılarımız uşaqdan böyüyə qədər lazımı informasiyanı özləri üçün qeyd etdilər və nəyi yaxşı edirlər gün ərzində, nəyi pis edirlər, ondan çalışacaqlar ki, uzaq olsunlar. Qeyd edim ki, bugünkü qonağım terapevt doktor Sevindik Arazova idi. Təşəkkürlər. Mən doktor, təşəkkür edirəm. uğurlar sizə də, bizə də. Sonda qeyd edim ki, özünüzə yaxşı baxın ki, üzünüz qaralmasın.